Allah şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimə Allahdan şəfa diləyirəm. Dünən günorta saatlarında və bugün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Rahat yat məzarda şəhid qardaşım. Qisasın alındı xain düşməndən. Hər bir kəs əyərə yönündə başın, qürurla danışır igidim səndən. Qarabağ bizimdir, bizim qalacaq. Şəst ilə söyləyir şəhid atası. Bu vətən oğlunu unutmayacaq, başını uca tut şəhid anası. Sən bizim fəxrimiz, qürurumuzsan. Kimlər seçmədi ki sən seçən yolu? Sən getdin, can qopdu canımızdan. Sən ey Məhəmməd Mahiroğlu. Bilirəm, heç zaman şəhidlər ölməz. Şəhidli torpağa vətən deyildi. Şəhidi olan bir vətən bölünməz. Şəhidsiz bir ölkə vətən deyildir. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bundan da xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir. Yəni, şəhid əbədi qalır, əbədi. Və əməyi, qəhrəmanlığı əvəz olunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun.